Bakıdan bir sıra şəhər ətrafı qəsəbələrə və əks istiqamətdə sərnişin daşıyan avtobus sürücüləri cərimələnib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, son günlər paytaxt ətrafında, xüsusilə Xırdalan, Masazır, Müşfiqabad və Saray qəsəbələri istiqamətindən Bakı-Sumqayıt yolu ilə çoxsaylı qanunsuz sərnişin daşımaları müşahidə edilir. Bu səbəbdən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının birgə iştirakı ilə qanunsuz sərnişin daşımalarına qarşı reyd keçirilib. Reyd zamanı qanunvericiliyin tələblərinə riayət olunmadan sərnişin daşıma fəaliyyəti göstərən 18 nəqliyyat vasitəsi saxlanılıb və sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinə uyğun olaraq inzibati protokol tərtib edilib. Qeyd olunub ki, qanunsuz sərnişin daşımalarına qarşı reydlər davam etdirilir. Qanunvericiliyin tələblərinə əsasən ölkə daxilində sifarişli sərnişin daşımaları ilə məşğul olanlar mütləq qaydada buraxılış vəsiqəsi və buraxılış kartı əldə etməlidirlər. Bu icazələr ayna tərəfindən 7 il müddətinə verilir və bunun üçün heç bir ödəniş tələb olunmur. Məlumata görə daşıyıcılar sifarişli sərnişin daşımalarını həyata keçirərkən elektron sistemdən istifadə etməklə formulyar doldurmalıdırlar. Sifarişli sərnişin daşımaları üçün formulyar ayna informasiya sistemində elektron qaydada doldurulur. Qeyd olunub ki, icazə olmadan sərnişin daşıma fəaliyyəti göstərmək inzibati məsuliyyət yaradır. Ayna tərəfindən təhlükəsizliyi və şəffaflığı qorumaq, eləcə də qanunvericiliyin tələblərini yerinə yetirmək məqsədi ilə daşıyıcılara nəqliyyat vasitələrinin reys qabağı texniki yoxlanılmasını, sürücülərin isə tibbi müayinəsini həyata keçirmək, sifarişli sərnişin daşıma zamanı formulyal doldurmaq tövsiyə olunur deyə aynadan bildirilib.